şirkətinin qaymaqlarını, şirkətimizin simalarını təqdim etmək istəyirəm. Çox qürur vericidir, çox fəxr edicidir. Ona görə xanımlar və cənablar qarşılayın. Faberlik Azərbaycan şirkətinin bir nömrəli liderləri, baş milli direktorlarımız Səbuhə Dadaşova və Kəmal Hüseynov. İkinci yerdə daha bir gözəlimiz, milli direktorumuz Elnurə xanım İbrahimovadır. Buradan hər birinizin komandalarını da salamlayıram. Üçüncü yerdə Aynurə xanım Baxışova bizim milli direktorumuzdur. Salamlayıram buradan onu. Dördüncü yerdə gözəlimiz Turanə xanım Məmmədovadır. Buradan onu və bütün komandasını salamlayıram. Beşinci yerdə daha bir gözəlimiz, iddialı bir xanımımız Məlahət xanım Kəlbəliyeva da bütün buradan onun komandasını da salamlayıram. Maşallah budur Faberlik Azərbaycan şirkətinin top 5 ən uğurlu, ən öndə gedən liderləri, şirkətin simaları, milli komandanın üzvləri salamlayıram. Böyük qürur hissi ilə hər birinizi görmək ümidi ilə, şansı ilə mən istəyirəm tezliklə belə bir görüş təyin edim. İndi baxaq görə İlina xanımlara da danışacağım milli komanda üçün. İnşallah ki biz görüşərik. Və 6-cı yerdə daha bir gözəlimiz, bizim Xaçmaz gözəlimiz Sevda xanım Misrixanovadır. Buradan onu və böyük komandasını salamlayıram. 7-ci yerdə dəyərlərimizi qoruyub saxlayan bizim sevimlimiz Əmrə xanım Cabbarovadır. Bütün onun strukturunu, böyük strukturunu salamlayıram. 8-ci yerdə Kövün xanım Məmmədova bizim brilliant direktorumuz, artıq Spielberg adı ilə tanınan, amma ən inovativ lider mən belə deyə bilərdim. 9-cu yerdə, buradan onun da komandasını salamlayıram. 9-cu yerdə daha bir gözəlimiz Zeynəb xanım Məmmədovadır. Buradan salamlar ona xüsusi. 10-cu yerdə hər birimizin ilkimiz. 10-cu yerdə Təranə xanım Allayevadır, Sumqayıt gözəlimiz, brilliant direktorumuz. Buradan onu və bütün onun komandasını salamlayıram. Və keçid alıram növbəti beşliyəm. 11-ci yerdə tortumuzun üzərində bir Pişinka brilliant direktorumuz Vüsal Məhərrəmova və bütün onun komandasını salamlayıram. 12-ci yerdə gözəlimiz Aysel Məmmədova, Gəncə nümayəndəmizi buradan xüsusi salamlamaq istəyirəm. 13-cü yerdə daha bir gözəlimiz, çox iddialı bir xanımdır, Səidə xanım İsmailova, bütün strukturu ilə birlikdə təbrik edirəm. 14-cü yerdə gözəlimiz, sevimlimiz Aygün Səfərova, Beauty Business Expert, buradan vurğulayıram. Bütün videoları artıq kəşfətə düşür. 15-ci yerdə də bizim gözəlimiz, Bərdə gözəlimiz Aynurə Dağızadədir. Bizim brilliant direktorumuz salamlayıram buradan. Onu da bütün komandasını qeyd etmək Şəbəkənin brilliant direktoru təbrik edirəm. 18-də də brilliantlarımızdır. Brilliantlarımı buradan xüsusi salamlamaq istəyirəm. Brilliant komandanı və əminəm ki, belə əməlli başlı bir mübarizə gedir. Yaxşı, xoş mənada mübarizədir və mən əminəm ki, bizim nəticələrimiz hələ irəlidədir. Və qeyd eləmək istəyirəm ki, brilliant komandası deyəndə, brilliant direktorlarımız üçün vurğulamaq istəyirəm ki, bizim kvalifikasiyamız davam edir.